Yəni burdan belə başa düşürəm ki, hər bir işi biz yəni övladımızı böyük kimi görməliyik də, belə başa düşürəm mən. Yoxsa necə? Əslində nə etmək? Onların əvəzinə bəzi şeyləri öyrətmək lazımdır, göstərmək lazımdır. Onlar bilmir axı o balaca. Mənim bir dəfə qızım suyu tökmüşdü. Deyim ki, bir 5 il, 10 il qabaq, indi 11 yaşı var. O 4-5 yaşı var idi, 6 yaşı var idi, bilmirəm. İndi biz də psixoloq ol, kim olursan ol, həkim ol, müəllim ol, hamının müəyyən bir situasiyada müəyyən psixoloji vəziyyətimiz olur. Yəni mükəmməl deyilik, mükəmməl yalnız yaradandır. Demək mən ona hirsləndim ki, sən niyə tökdün? Sən belə eləmə. O dedi ki, mənə mənim əllərim axı çox balacadır. Axı mən onu tuta bilmirəm. Həqiqətən də bəzən indi amma sonralar o nəyisə töküb dağıdanda mən normal baxıram, gətirəm, siləm, deyirəm, eybi yox. Sən buralarını inkişaf etdirmək lazımdır. Bu kiçik motorikanı plastilinlə, oyuncaqlarla, iqralarla sən buraları çox işlə. Balaca çox plastilinlər düzəldir, çox da bacarığı var. Sanki elə bilirsən elə cizgi filmidir. Amma böyük buralarla işləmədiyinə görə təsəvvür eləyin ki, Rusiya praktikayı özümlə aparıram ki, qoy Gestalt soobщество deyilir, orada bir 600 dənə 500 dənə tələbə gəlir bütün Rusiyanın şəhərlərindən. Əvvəl Gestalt institut açılıb Almaniyada, Fransada, sonra bizə Moskvaya gəlib 1-30 il olar. Təsəvvür eləyin ki, bu qız özünün bu xarici pasportunu verəndə elə tutur ki, qadın o baxıb buna qaytaranda düşdü poyezdin altına. Biz sürətli qatarla samolyotdan sonra, uçaqdan sonra, yəni təyyarədən sonra müəyyən bir sürətli qatara minməliyik ki, Krasnodarın Betta gəlincik, ora türk torpaqlarında, orada keçir bizim təlimlər, yay təlimləri. Mən şok yaşayıram. Heç nə deyə bilmirəm, nə hirslənə bilmirəm, nə ayət-ül kürsü oxuya bilmirəm. Oxuyuram, dayanıram, oxuyuram, dayanıram. Yəni beyin tormuz eləyib elə bir vəziyyətdə ki, biz çatmalıyıq, dərsimiz başlamalıdır sabah. O qatarın altına necə düşəcəyik? Kim düşə bilər? Heç kim düşə bilməz. Yəni mən gördüm ki, o bizdə var belə halsızlıq. Bizim təməl bazada 3 dənə bizdə şeylər gəlir də. Bu bizim ya donuruq elə vəziyyətlərdə, ya qaçırıq, ya döyüşə keçirik. Mən orada qızımı vurub qışqıra da bilərdim. Mən orada məndə donma oldu. Yanımda Rusiyadan orada hüquqşünaslıq bitirmiş, polisdə işləmiş, Azərbaycana ailə qurmuş qız var. Sabina sağ olsun. Dedi get sən otur yerində, mən indi bir çarəsinə baxacağam. O vəziyyətə düşmüşdüm. Onun problemi nədir? Buralarla uşaqlar çox işləməlidir. Qum, palçıq, lap makaron olsun, lap qreçka, düyü ayırtmaq. Bütün gün uşaqlar müəyyən yaşa qədər burayla işləməlidir. Biz uşağı çox qoruduqca, birinci uşaqda 12 ildən sonra olub, biz onu çox qorumuşuq. Bu tuta bilmir. Hissiyat azdır buralarda. Halbuki Və bəli, təsadüf elə bir ki, sanki bir möcüzə oldu. Bizi girişdə qarşılayan gecədir özdə hansısa bir polis deməyim, o dəmir yolu işçisi gəldi, onu oradan girdi öndən, girdi oradan çıxartdı, gətirdi, verdi o Sabinaya. Və mən ona bir möcüzə baxırdım ki, o necə ola bildi ki? Çünki onlar onu göndərə bilər, amma bizim sonra qayıtmağımız var axı. Düzdür. Bir ay çəkə bilərdi onu göndərməyə. Nəzakət xanım, bax burada indi deyim ki, siz psixoloq olaraq orada o qərarı verə bildiniz. Amma bir çox analar öz emosiyalarını belə Getdim, oturdum, nəfəs aldım, başladım ayət-ül kürsü oxumağa bir Azərbaycanlı kimi. Və biz nəfəs alıb verəndə bir şey sizə xatırladım ki, bunu yəqin çox eşitmisiniz, sizin gözəl qonaqlarınız olur. Biz nə vaxt stressdə oluruq, gərgin oluruq, biz bu stul kimi heç nə buraxmırıq, bir enerji buraxmırıq, nə kainatdan, nə yaradandan. Ona görə mən məktəb uşaqlarına, yeniyetmə və abituriyentlərə imtahana gedəndə dərindən nəfəs alıb verməyi öyrədirəm ki, həm bədənimiz boşalsın, həm ürəyimizə, beynimizə qan getsin. Həmin an mütləq nəfəs almaq lazımdır ki, bizdən enerji getsin və biz enerji qəbul edə bilək. Gərginlik zaten bütün bağlayır insanı. Həyatında yollarını deyim bağlayır. çox maraqlıdır.